mütləq ərəb dilində oxumaq lazımdırmı? Çok güzel sualdı. Ümumiyyətlə dua istemək mənasındadır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, məndən istəyin, mən də sizin istədiklərinizi həyata keçirdim, istədiklərinizi verim. Hansı dildə olursa olsun dua edin. Çünki qəlblər yalnız Allah'a məxsusdur. Qəlb Allahın hərəmidir. İnsan ürəklə bir şey istəyərsə, hansı dildə olursa olsun, mütləq Allah Teala onu qəbul edəcək. Çünki bizi yaradan Allah'tır. İrqindən, irsindən, dilindən, soy kökündən asılı olmayaraq kim olursa olun, qəlb dili ilə Allah'tan istəyir. Mütləq Allah Teala onu qəbul edəcək. Çünki bizi yaradan Allah'tır. İrqindən, irsindən, dilindən, soy kökündən asılı olmayaraq kim olursa olun, qəlb dili ilə Allah'tan istəyin, ürəklə Allah'tan istəyin. Çünki Allah Teala buyurur ki, siz qəlb dili ilə, ürəklə, Allah'la rabitədə, bəndə ilə qul arasında heç bir vasitə olmadan əgər Allah'tan yalvarış edib dua edirsənsə, Allah Teala buyurur ki, qulum sənin dualarını təbii ki, mən eşidirəm və qəbul edirəm. Dua müminin silahıdır. Duasız həyat yoxdur. Duasız yaşayış yoxdur. Və istəyin ki, Allah Teala istədiklərimizi həyata keçirtsin.